Hər kəsə salam, əziz və dəyərli dostlarım. Hər vaxtınız xeyirli olsun. Xoş gəlmisiniz mənim videoma, kanalıma. Əziz dostlarım, bəziləriniz məni tanıyırsınız, bəziləriniz məni tanımırsınız. Mən Qədimov Şahin, 21 yaşım var. Artıq bugünlə bərabər tam bir ildir ki, Azərbaycanın kənarda, başqa bir ölkədə yaşayıram. Əziz ekran önündə əyləşən dəyərli izləyicilər, mən Şahinin video səs effekt editləyicisiyəm. Məlumat verir Şahin. Yaşadığım yerlərdə maraqlı, faydalı və əyləncəli kontent hazırlayıram. Videoları tamamilə özüm maliyyələşdirirəm. Çəkim, səs və musiqi editi, video edit paylaşımı mənə aiddir. Əgər sən də bu videoların davamlı olmağını, daha da keyfiyyətli olmağını istəyirsənsə, kanalımıza abunə olub, videonu bəyənib, yaxınlarınız ilə paylaşıb, daha sonra isə videonun məlumat hissəsinə etiketlədiyim linkə daxil olaraq Kofi Al saytından kofi alaraq bu yolda yanımda ola bilərsən. Reklam veya işbirliği için Instagram, TikTok veya WhatsApp üzerinden iletişime geçebilirsiniz. Keçən il, 2024-cü il, tam bu zamanlarda mən Azərbaycana çıxmışdım. Mart ayının 3-ü mən Azərbaycandan çıxış etmişdim. Gürcüstana getmişdim, Türkiyəyə getmişdim və mənim son dayanacaq yerim bura olmuşdu. Bir ildir ki, mən Azərbaycanın kənarda tək bu ölkədə yaşayıram. Artıq mənim bugün bir ilimdir və bu bir ilin münasibəti ilə özümü təbrik edirəm və sizləri təbrik edirəm ki, biz birlikdə bir ailə olduq. Bir il içində mənim başıma gələn çox pis şeyləri, çox gözəl şeyləri, həyatımda yaşadığım ən gözəl anlarımı və həyatımda yaşadığım ən çətin, ən dözülməz anlarımı sizinlə paylaşdım. Sizlərə çox təşəkkür edirəm. Mənə bu bir il içində dəstək oldunuz, əlinizdən gəldiyi qədər kömək oldunuz, yanımda oldunuz, məni tək qoymadınız və bu bir il içində nələr etdin deyə soruşsanız, bu bir il içində mən həm maddi, həm mənəvi, həm beyin cəhətdən, həm düşüncə tərzi cəhətdən çox böyük şəkildə bir dəyişikliklər elədim. Allaha şükürlər olsun. Mən bu bir ilimdə heç bir zaman peşman olmadım. Heç bir zaman peşman olmadım ki, mən başqa bir ölkəyə gəlmişəm, niyə gəldim kimi heç bir sözlər işlətmədim. İşlədiləsi mənim anlarım oldu, amma heç vaxt mən o sözləri ağzıma belə gətirmədim. Allaha şükür olsun əziz dostlarım. Mən bir neçə gün öncə Azərbaycanda 2 dənə obyektin açılışını elədim. Həyatda ən gözəl hədiyyə oğlumuzun bizə bəxş etdiyi gözəl Tarana Kadimova. Şahin bəydən Tarana xanıma gözəl atiyyə. Çox sağ olun. Go shorty, it's your birthday. We gon' party like it's your birthday. We gon' sip Bacardi like it's your birthday. And you know we don't give up, it's not your birthday. You'll find me in the club, bottle full of rum. Mama, I got what you need. You need to feel the balls. I mean, I have the sex, I ain't into making love. So come give me a hug, if you're getting rough. You can find me in the club, bottle full of rum. Mama, I got what you need. You need to feel the balls. I mean, I have the sex, I ain't into making love. So come give me a hug, if you're getting rough. En güzel mekan, zahmetli mekan, Tarana Kadimova, muhteşem bir marka. Tarana Kadimova atölyesi özel dikimleriyle size özel libaslar yapacak. Ben eminim ki en güzel el işleri Tarana Kadimova'dır. Şahin Bey'e de teşekkür ederek anası için özel günde, Ramazan ayında ve doğum gününde böyle güzel bir atölye hediye etmiş. Teşekkür ederim. Muhteşem bir mekanda özel günlerinizin libaslarını, elbiselerinizi burada hazırlatarak en güzel tersisiniz. Özel mekanlarınıza bu kapını döyerek Şükürlər olsun Allah'ın bizə bəxş etdiyi hər günə. Mən bu obyektlərimi, iş yerlərimi mənim həyatımda çox böyük bir dəyəri olan, mənim dəyərli valideynimin adına həsr etdim. Allah bütün valideynlərin canını sağ eləsin. Bu çox çətin oldu, keşməkeşli oldu. Əziyyət çəkdim, yoruldum, amma heç bir zaman mən siz özünüzə gördüyünüz kimi bezmədim. Şehir gibi ya da hiç buluşmayan geceyle gündüz gibi. Keşke senle kavuşsak yağmurla toprak gibi. Ruhumda hasretim var sanki bin yılmış gibi.
Allaha şükürlər olsun ki, Allah mənə bu qədər gözəl qapı açıb. Oturmuşam həyatımda. Obyekt məsələsi necə oldu soruşsanız, mən çalışdım və gördüm ki, artıq yavaş-yavaş işləri böyütməyin vaxtıdır. İş yerləri açmağı mən əvvəldən eləyə bilərdim, sadəcə mən tələsmədim. Hər kəsin sıxıntıları, problemləri olduğu kimi mənim də sıxıntılarım var idi, mənim də ailəmin də özümüzə görə sıxıntılarımız var idi və biz bu sıxıntılarla baş edirdik. Mən bu ölkəyə gələndə bilirdim necə olacaq, mən bunun sonunu çox gözəl bilirdim. Həyatınızda heç bir zaman girdiyiniz heç bir şeyə inanmamış girməyin. Və siz buna inanın ki, Allah sizə elə bir qapatacaq ki, siz heç bir zaman peşman olmayacaqsınız. Ağlınızda bir şey varsa, onu eləmək istəyirsinizsə, buna inanırsınızsa, eləyin əziz dostlarım. %10% o işin alınmama ehtimalı var, amma heç bir zaman peşman olmama ehtimalı 100%'dir. Yəni siz o işə başlamasanız, siz o işi eləməsəniz, bu ömür boyu sizin ağlınızda qalacaq. 35, 45, 55, 60 yaşınızda sizin ağlınızda qalacaq ki, mən bunu nəyə görə eləmədim. Amma siz beyninizdə qoyduğunuz şeyi eləsəniz, alınmama ehtimalı çox azdır, alınma ehtimalı çox. Allaha şükürlər olsun, Allah mənə bu cürə gözəl bir həyat qismət elədi. Sıxıntı dönəndən sonra hər şey qaydasındadır, hər şey çox gözəldir. Hal-hazırda mənim istirahət günümdür. Dedim bir video çəkim sizlərə bildirim. Yəni, gördünüz mü əziz dostlarım, mən inandım, mən əziyyət çəkdim, mən vuruşdum və bunu da mən bacardım. Bununla birgə dediyim kimi, sizləri təbrik edirəm, özümü təbrik edirəm. Azərbaycanda hal-hazırda 2 dənə ateliyem var. Biri bu zonada yerləşir, biri Nəriman Nərimanovda yerləşir. Xanımlara, izləyən xanımlara tövsiyə edirəm. Gedib orada çox münasib bir qiymətə, istənilən türdə ən gözəl geyimləri siz oradan əldə edə bilərsiniz. Tarana Qədimova ateliyesi zövqlü xanımların tək ünvanı. Dəb dəyişir, amma stil qalır. Hər geyim bir hekayə danışır, hər tikiş sənətin izini daşıyır. Tarana Qədimova ateliyesi olaraq biz sizə yalnız geyim deyil, özünüzü ifadə etməyin yeni yolunu təqdim edirik. Qara və qızılı rəngin harmoniyası, bu sadəcə bir kombinasiya deyil, lüksün və zərifliyin rəmzidir. Məhz bu üslubla ateliyemizdə hər bir detal sevgi və peşəkarlıqla işlənir. Bizim ustalarımız uzun illərin təcrübəsinə malik olan, sənətini sevən peşəkarlardır. Hər tikişdə incəlik, hər naxışda sənət gizlidir. Biz sizə sıradan bir geyim deyil, özünüzü xüsusi hiss etdirən bir üslub təqdim edirik. İstər gündəlik dəb, istər rəsmi ziyafət geyimləri, Tarana Qədimova ateliyesi hər zövqə uyğun fərdi yanaşma ilə sizin xidmətinizdədir. Tikiş sənətinə yeni bir baxış gətirən ateliyemizdə müştərilərimiz üçün xüsusi dizaynlar, keyfiyyətli parçalar və mükəmməl tikiş texnikası ilə xidmət göstərilir. Çünki hər bir xanım özünə məxsus tərzdə öz dəbinin ilham mənbəyi olmalıdır. Əgər siz də unikal, özünüzə uyğun və yüksək keyfiyyətli geyimlər arzulayırsınızsa, ünvanınız bəllidir, Tarana Qədimova ateliyesi. Bizimlə fərqinizi göstərin, dəbinizi yaradın. Mən keçən il bu yola başlayanda bilirdim, amma çox inanmazdım ki, bu qədər qısa müddət içində hər şey yolunda geçsin. Bu da Allaha şükürlər olsun. Allahın bizə bəxş etdiyi gözəl günlərdir. Allah bizə bu qapını açırsa, biz bunu dəyərləndirməliyik. Allah bizə ağıl verib, beyin verib, şuur verib. Biz bunu necə lazım dəyərləndirməliyik. Və mən bunu bacardım. Sizə bir şey demək istəyirəm. Çox çətindir, çox.
şükürlər olsun Allaha. Həyatınızda həmişə möhkəm olun. Sizi həvəsdən salan, ruhdan salan heç bir insana inanmayın. Qarşınıza məqsəd qoyun və o məqsədə doğru irəliləyin. Təşəkkür edirəm, çox sağ olun, özünüzə yaxşı baxın. Həyatın bütün gözəllikləri sizinlə olsun.